Salamlayıram hər birinizi. İllərdir müəllimlərin işə qəbul imtahanına müdavimlər hazırlayırıq, müəllimlərə dəstək olmağa çalışırıq. Bu ildə özüm MİQ imtahanında iştirak etdim və şükür Allah ki, yetəri qədər yüksək nəticəmiz oldu. İxtisasımızı 40-da 40 yazdıq və Respublika birinciliyini əldə etdik. Buna görə də düşündüm ki, bax bu video ilə mən sizə müəllimlərin işə qəbul imtahanına hazırlaşan müdavimlərə müəyyən məsləhətlər verərək dəstək olmağa çalışım. Düşünürəm ki, siz bax bu videonu izləsəz və burada deyildiyi kimi öz hazırlıq prosesinizi qursaz, inşallah ki, yüksək nəticədə əldə edə biləcəksiniz. İlkin olaraq 5 şey nəzərə almalıyıq. Birincisi, düzgün hədəf müəyyənləşdirməliyik. İkincisi, özümüzü psixoloji olaraq bu hədəfə hazırlamalıyıq. Üçüncüsü, düzgün plan qurmaq lazımdır. Dördüncüsü, düzgün proqram və saatlər təyin etməliyik. Və beşincisi, öz hazırlığımız, öyrənmə prosesini düzgün formada qurmalıyıq. Gəlin bunların hər biri haqqında ətraflı məlumat verək. Hədəfləriniz və özünüzdən gözləntiləriniz yüksək olmalıdır. Bax, siz düşünə bilərsiniz ki, mənim bazam zəifdir, mən belə deyək, tam olaraq yaza bilmərəm, maksimum nəticə göstərə bilmərəm, mənim nəticəm zəif olacaq və yaxud da özünüz üçün baryer qura bilərsiniz ki, 70 bal mənim bəsimdir, 75 bal bəsimdir, onsuz da nə bilim, kəndi yazacağım və s. Bunlar sizin daimi olaraq il ərzində motivasiyanızı öldürəcək və şuuraltı olaraq sizə mənfi təsir edəcək. Sizin özünüz üçün qoyduğunuz hədəf maksimum olmalıdır. Yəni 40 ixtisas sualının 40-ını da yazmağa hədəf qoymalısınız siz. Və bunu da inanaraq eləməlisiniz. Yəni sadəcə demək xətrinə görə, hətta hədəfinizi yazmalısınız. Özünüz üçün yazılı olaraq hədəf müəyyənləşdirməlisiniz ki, məsələn, mən müəllimlərin işə qəbul imtahanında 100 bal hədəfləyirəm və yaxud da ən azından 95 bal hədəfləyirəm. Və mənim burada əsas məqsədim ixtisası 40 sualdan 40-ını da düz yazmaqdır. Və həqiqətən də siz bunu inanmalısınız ki, bunu edə bilməməyiniz üçün bir səbəb yoxdur. Baxın, abituriyent vaxtı hər birimiz universitetə hazırlaşmışıq, 5 fəndən hazırlığa getmişik. Təsəvvür edirsiniz, 5 ayrı fənni, həmin dərslikləri öyrənmişik. Təbii ki, MİQ imtahanı abituriyentlərin qəbul imtahanına müqayisədə xeyli çətindir. Yəni, sualların ağırlıq səviyyəsi olaraq. Amma bunu nəzərə alın ki, qabağınızda sadəcə bir dənə fənn var. Və öz fənninizdir, bu illərdir üzərində öyrəndiyiniz fəndir və siz hazırda bu fəndən yazmalısınız. Burada da dərslikdən kənar, qeyri-adi heç nə yoxdur. Sadəcə olaraq dərslikdə olan, proqramda olan məlumatın müəyyən qədər ağırlaşmış, ağır suallar formasındadır və siz də düşünməlisiniz ki, sualın asanlıq dərəcəsindən, ağırlıq dərəcəsindən fərqli olmayaraq, mən bu imtahanda bu sualları yazmalıyam və mənim bunu yazmamam üçün bir səbəb yoxdur. Və ona görə də hədəfinizi maksimum şəkildə qoymalısınız və ürəkdən də inanmalısınız ki, əgər bu kitabda bunun hər biri varsa və yaxud da bu dərsliklərdə bunun hər biri varsa, orada veriləcək sual da bu kitabdandır və bu xəritədəndirsə, nəticədə bunun cavabı var da mənim qabağımda. Və mən bu kitabı il ərzində oxuyuram, dərslərə baxıram, xəritə üzərində işləyirəm, məsələləri həll edirəm. Demək ki, burada mənim rastlaşmayacağım bir şey ola bilməz. Sadəcə mən diqqətli olmalıyam, son dərəcə diqqətimi toplamalıyam, hazırlıq müddətində çox mükəmməl hazırlaşmalıyam, bu kitabı, bu xəritəni çox mükəmməl şəkildə öyrənməliyəm və belə olan halda da maksimum nəticəni göstərməliyəm. Yəni, sizin özünüzə inanmanız və hədəfinizi düzgün şəkildə, gözləntinizi düzgün şəkildə qoymanız ona səbəb olacaq ki, siz bütün il ərzində öz daxili motivasiyanızı qoruya biləsiniz və imtahana da, necə deyərlər, ürəklə hazırlaşa biləsiniz. MİQ imtahanı haqqında bilməyiniz lazım olan ən vacib şeylərdən biri budur ki, MİQ imtahanı sadəcə akademik göstəricilərin, biliyin yarışdığı bir imtahan deyil. MİQ imtahanı başlı başına bir psixoloji savaşdır, psixoloji müharibədir. Yəni sizin il ərzində özünüzü saxladığınız psixoloji vəziyyət, öz daxili emosiyalarınıza, psixologiyanıza nəzarət, bu həm imtahana hazırlıq müddətində sizin nəticənizi önəmli dərəcədə təyin edəcək, həm də imtahan müddətində. Bax, siz düşünməlisiniz ki, MİQ imtahanına hazırlaşanda təbii ki, müəyyən bir çətinliklərlə qarşılaşacaqsınız. Çox çətin suallarla, çox çətin sınavlarla qarşılaşacaqsınız. Mövzular sizə bəzən çətin gəlməyə başlayacaq. Düşünəcəksiniz ki, bu qədər şey kimdir, yadda saxlayan falan. Birincisi, bunu bilməlisiniz ki, bu sizə olan çətinlik bütün digər insanlara var. Yəni, bu imtahan sadəcə sizin üçün deyil də. Tam ki, müəllimlərin işə qəbul imtahanına 40 min adam gedirsə, bu 40 min adamın hamısı eyni çətinliklə üzləşir. Yəni, bu mənə çətindirsə, sənə də çətindir, digərinə də çətindir. Bu sadəcə sizə özəl bir ağırlıq deyil. Və bunu da nəzərə alaraq siz hazırlaşsınız, düşünə bilərsiniz ki, niyə digəri bacarsın, mən bacarmayayım da. Onun da 24 saatı var, bir günü var, mənim də 24 saatım var. İndi ola bilər, təbii ki, insanların imkanları, şəraitləri arasında müəyyən fərq olur. Amma bu fərqi bağlamaq da və bunun öhdəsindən gəlmək də sizin əlinizdədir. Və siz çalışmalısınız ki, heç vaxt psixoloji vəziyyətinizi aşağı salmayasınız. Yəni, heç vaxt ümidsizliyə qapılmayasınız, heç vaxt bezginliyə qapılmayasınız. Hətta yorulsanız belə, müəyyən qısa müddətli istirahət etdikdən sonra yenidən öz hazırlığınıza tam motivasiya ilə, tam güclə davam edəsiniz.
və müəllimlərin işə qəbul imtahanı, baxın, imtahandır da, yəni son nəticədə bu bir imtahandır. Hər il baş verən bir imtahandır və bu dünyanın sonu deyil. Və bu imtahana da hər şeyin sonu, bir qiyamət imtahanı kimi bir yanaşma lazım deyil. Bu sizi daha da həyəcanlandıracaq. Bu, belə düşünməlisiniz ki, mən 1 il ərzində, 2 il ərzində hər nə qədər hazırlıq müddətiniz varsa, hazırlaşıram, oxuyuram, öz fənnimi daha dərindən öyrənirəm, testlər işləyirəm, xəritə ilə işləyirəm və s. və ən sonunda bir imtahana gedirəm və öz bildiklərimi o imtahanda tətbiq edirəm. Burada da çalışıram ki, mənim nəticəm maksimum olsun. Amma hər bir halda bu imtahan sizin üçün bir son deyildir. Hər zaman bunun bir yenisi var. Yetər ki, siz özünüzü o hazır vəziyyətdə saxlayasınız. Və elə birinci ildə də siz miqdar uğurlu nəticə göstərə bilərsiniz ki, bunun üçün də bunun olmaması üçün də heç bir səbəb yoxdur. Bunu bacaran yetəri qədər sayda insanlar var və bu qədər insan varsa siz də bunun növbətçisi ola bilərsiniz. Bunun üçün hər zaman özünüzü nikbin bir formada saxlamalısınız. Bütün bu mental hazırlıqdan sonra sizin görəcəyiniz ilk iş plan qurmaq olacaq və mən sizdən planınızı mütləq şəkildə yazılı formada qurmanızı istəyirəm. Çünki şifahi plan sadəcə sizin müvəqqəti yaddaşınızdadır. O bir müddət sonra ya sizin yadınızdan çıxacaq, ya da beyniniz onu sadəcə olaraq bloklayacaq və siz artıq ona əhəmiyyət verməyəcəksiniz. Ona görə mütləq yazın. Bu, həm uzun müddətli plana aiddir, həm də qısa müddətli. Uzun müddətli plan nədir? Mən düşünürəm ki, misal üçün, mən avqust ayına və sentyabr ayından başlamalıyam hazırlaşmağa. Mən, məsələn, kitabın mündəricəsini qoyuram qarşıma. Bu aylar ərzində mən bu bölmələri bitirməliyəm, bu testləri mən işləməliyəm, bu xəritələri öyrənməliyəm və s. Tutalım ki, bu aydan sonra mən metodikanı hazırlaşmalıyam, bu sınaqları bu dövrdə işləməliyəm. Yəni, illik özüm üçün bir plan qururam. Bu uzun müddətli plandır. Bir də qısa müddətli planınız olmalı. Hər gün mütləq olaraq günün sonunda siz plan yazmalısınız. Sabah üçün. Necə? Yəni, məsələn, bir vərəqli yazırsınız ki, məsələn, bugünkü dərsinizi öyrəndiniz. Sabah üçün yazırsınız ki, sabah bax, mən filan mövzunu öyrənəcəm, filan miqdarda, dəqiq olaraq, məsələn, sabah filan mövzuda 100 test, 80 test, nə qədər işləyirsinizsə, yazacağım, filan xəritəni öyrənəcəm, filan, məsələn, vulkanlar mənim yadımda qalmırdı, vulkanları öyrənəcəm. Bu formada dəqiq olaraq planınızı yazırsınız və sabah o plana uyğun olaraq başlayırsınız öz işlərinizi reallaşdırmağa və reallaşdırdıqca özünüzə plus işarəsi qoyursunuz, özünüzə kiçik mükafatlar qoya bilərsiniz. Bu artıq sizin öz şəxsi belə deyək də planınızdır. Bu estetik bir planı təbii ki, hər kəsin özünə uyğun. Amma mütləq olaraq planla hazırlaşın. Yəni, çünki birdən-birə motivasiya gəlib də insan, hə, mən tamam da hazırlaşacağım, bu dəqiqə hər şey eləyəcəm dedikdə, başlayır 1 gün, 2 gün, 3 gün, 1 həftə və daha sonra o güclü motivasiya sönür və insan birdən-birə başlayır qapanmağa. Ona görə də sizə motivasiya ilə birlikdə mütləq intizam lazımdır. Motivasiya ilə dəstəklənən intizam davamlı sizi hazırlığa sövq edir və nəticəniz də daha gözəl olur. İndi isə gəlirik 4-cü və müdavimləri ən çox maraqlandıran məsələlərdən birinə. Biz hansı proqramla hazırlaşmalıyıq və ya da hansı vəsaitləri oxumalıyıq, miqyas suallar hardan düşür? Birincisi, mən sizə deyim ki, əgər kimsə sizə deyirsə ki, haradasa görürsə ki, çox fövqəli mövzulardan, çox fövqəli suallardan düşür, dərsi ilə əlaqəsi yoxdur kimi sözlər görürsünüzsə, bilməni olaraq o adamdan uzaqlaşın, onunla bir daha MİQ imtahanı haqqında heç bir müzakirəyə, polemikaya girməyin, bilməni olaraq. Bu sizin özünüzə ziyandır. Mən sizə, belə demək olarsa, bu illərin verdiyi təcrübəyə zəmanət verirəm ki, MİQ imtahanı tam olaraq dərslik çərçivəsində və xəritə ilə birləşdirin təbii ki bunu. Dərslik və xəritə. Bu çərçivədə olan orta məktəb proqramına əsaslanan bir imtahandır. Hə, kimsə deyə bilər ki, ay müəllim, nə bilim, filan ildə bir sualın tərkibində filan cümlə işlənmişdi ki, nə bilim, burada zəngi çay var, bu çay da yox idi dərslikdə. Ola bilər. Mən demirəm. Yəni bu, birincisi onun olması yanlış bir şeydir. Biz onu dəstəkləmirik. Çünki MİQ imtahanı orta məktəbə müəllim seçir və bu imtahanın sualları da orta məktəb çərçivəsində olmalıdır. Buna görə də hansısa ildə bu olub görmüşük. Bu istisnai bir haldır, qınayırıq, amma bu çox mində bir haldır da. Yəni bilirsiniz necə? Tutaq ki 5 il MİQ imtahanı olacaq. Bu 5 ildə hərəsində 40 sual olacaq. Hər 40 sualın 6 dənə bəndi olacaq. Bu ilin hansındasa bu sualın bir bəndində dərslikdən əlavə bir məlumat olacaq. Kimi ola bilər, amma bu mində bir haldır. Yəni buna görə insanları qorxutmaq, təlaşa salmaq lazım deyil.
MİQ imtahanı 99.99997-də, yəni sonsuz olaraq 100-ə yaxınlaşan o ən limit faizlə deyə bilərəm ki sizə ki, MİQ imtahanı dərslik çərçivəsində bildiyiniz atlas, xəritə çərçivəsində olan bir imtahandır. Sadəcə olaraq MİQ-in sualları çətindir. Çətin deyəndə nə mənada çətin? Çox dəqiqdir də. Yəni bir var ki, abituriyent də həmin dərslikdən imtahan verir, MİQ-də də həmin dərslikdən sualdır. Sadəcə abituriyent o sualı daha səthi görür. MİQ-də cümlə, xəritədə olan hansısa şəklin içindəki cümlə, xəritənin içindəki bir şərti işarədən də sual düşə bilir. Tapşırıqdan, metodik vəsaitdəki tapşırıqdan, məsələn necə dərslikdə tapşırıq var, onun cavabı metodik vəsaitdir. Həmin o cavabdan sual düşə bilir. Və yaxud da xəritədir. Xəritənin coğrafiya sahəsində olan hamı öyrənir. Abituriyent və olimpiyada hazırlaşan da, sertifikasiyada, MİQ-də. Amma bu MİQ imtahanı daha dəqiqliyi ilə düşürsən, artıq xəritəni daha dəqiq formada bilməlisən. Amma ümumi olaraq götürəndə, əgər proqram olaraq soruşursa, vəsait olaraq soruşursunuzsa, vəsait dərslikdir. Biz burada dərslik, hazırlıq vəsaitlərindən niyə istifadə edirik? Çünki dərslik, belə deyək də, ayrı-ayrıdır. Ondan oxumaq biraz diskomfort yaradır da, vaxtınız daha çox gedir. Amma vəsait onun bitişdirili, baxın, bir hissədədir, oxumaq daha rahatdır. Ona görə vəsaitdən istifadə edirik. Amma bununla yanaşı paralel olaraq mütləq dərslikləri vərəqləmək, dərsliklərə baxmaq lazımdır. Vəsait olaraq da, məsələn, tutaq ki, güvənin vəsaiti. Tam olaraq oxuya bilərsiniz, hazırlaşa bilərsiniz. Güvən olmasa, Amir Məmmədovun vəsaiti var. Məsələn, çox gözəl vəsait, tam dərslik çərçivəsində vəsaitdir. Hazırlaşa bilər. Başqa da vəsaitlər var. Yəni, onsuz da bu vəsaitləri açsaz, qoşsaz qarşınıza 95% ən azı, bəlkə də 99%, mən indi ən azı deyirəm də, 95% onsuz eyni şey geçir. Yəni, siz bu vəsaitlərin hansından hazırlaşın, dərslik çərçivəsində öyrənməlisiniz və bir də mütləq olaraq xəritə öyrənməlisiniz, xəritəni mükəmməl formada öyrənməlisiniz. Qalır ki, test nədən işləyək? Burada da sırf MİQ üçün məsləhət görə biləcəyim. Baxın, Mahir Sərkərli və Fuad Quliyevin kitabı var, test toplusu var, sınaqlar toplusudur. Bu, əsasən mənim məsələn ən çox bəyəndiyim MİQ hazırlığında test toplusudur. Amma vacib deyil ki, tək bundan dim toplu işləyin, güvən toplu işləyin, bunu işləyin, yəni Cəlal Şərəfin toplusunu işləyin. Yəni, hansı toplu varsa, heç bir limit yoxdur. Yəni, sualdır da, hansı sual ki, dərslik çərçivəsində yazılır, onu işləməkdə sizə heç bir ziyanı yoxdur. Ziyan olan bilirsiniz hansı sualı işləməkdir. Kimsə görsəz ki, məsələn, elə bir sual yazıb ki, o dərslikdə yoxdur, proqramda yoxdur, sadəcə olaraq xırdaçı bir internet məlumatıdır, o sualları işləyib, nahağa yerə psixologiyanızı yormayın. Ona görə də vəsait seçərkən dərslik çərçivəsində olan və keyfiyyətini bəyəndiyiniz, əgər müəllimlə hazırlaşırsınızsa, təlimçi ilə hazırlaşırsınızsa onunla, özünüz hazırlaşırsınızsa, özünüz də baxa bilərsiniz kitablara, keyfiyyətini bəyəndiyiniz istənilən hazırlıq kitabı və dərsliklər çərçivəsində MİQ imtahanına hazırlaşa bilərsiniz. Sonda isə öyrənmə prosesi ilə bağlı bir neçə məsələyə daha toxunmaq istəyirəm. Baxın, MİQ imtahanına hazırlaşan insanlarda yüksək dərəcədə çox stres olur. Və onlar internetdə daim suallara baxırlar, sosial şəbəkələrdə, müəllimlərin sınaqlarında və çox təəssüflər olsun ki, bəzən sınaqlar olur, suallar olur ki, onları çaşdırır. Məsələn, sual görür ki, tutaq ki, nə bilim, Yeni Zelandiyada vulkanlardır, heç bir yerdə yoxdur, məsələn də dərslikdə olmayan vulkanlar nəzərdə tutur. Adam baxır ki, birdən bundan MİQ-ə sual düşər, başlayır onları əzbərləməyə. Və yaxud da nə bilim, biri götürür yazır, tutaq ki, Çinli şəhərlərindən sual, götürür Çinli şəhərlərini əzbərləyir. Bu, birməli olaraq yanlış strategiyadır. Bu, sizi psixoloji olaraq da çöktürür ki, mən bunu bilmirəm, bu dərsliyə yoxdur, birdən belə şey düşsə necə olacaq. Bu, sizin əlavə vaxtınızı, enerjinizi alır. Elə sual gördünüz, atın kənara. O, sizə MİQ imtahanda düşməyəcək. Bu, birməli olaraq belədir və bunun da ehtiyac yoxdur. Siz ondansa elə suallar işləyin, elə mövzunu öyrənin ki, orada sırf dərslik çərçivəsindədir. Sadəcə sualların bir məntiqi var, sualların bir keyfiyyəti var, sualların hətta deyərim ki, həcmi var. Çünki MİQ imtahanında biraz sualların həcmi iri olur. Ona görə iri həcmli suallar da işləməyə çalışın. Və bundan başqa da yenə deyirəm, dövlətin topluları da, məsələn, DİM topludur və yaxud da dövlətin olmasın, güvən topludur, digər bayaq adını sadalan müəllimlərin topluları da işləyin, fərq eləmir. Hətta götürüb hər hansısa bir müəllimin KSG-sinə də baxa bilərsiniz. Yəni, MİQ üçün bir limit yoxdur. Yetər ki, keyfiyyətli sual olsun, çərçivə daxilində sual olsun, götürün işləyin. Və mövzuları da öyrənərkən sadəcə əzbərləməyə meyllənməyin. Düzdür,
MİQ imtahanı üçün müəyyən formada əzbər lazımdır. Bunu hamımız bilirik. Yəni sən dağın hündürlüyünü də əzbər bilməlisən, vulkanın yerini də əzbər bilməlisən, çayı da əzbər bilməlisən. Aydın məsələdir. Amma mütləq olaraq MİQ imtahanı üçün iki şeyi nəzərdə saxlayın. Birincisi, çox mükəmməl formada xəritə bilməlisiniz. Mükəmməl formada dediyim bilirsiniz nədir? Tropiklər araları kəsilir, 66.5 haraları kəsilir mütqarilər, yəni Greenwich haranı kəsilir, ekvator harası kəsilir. Məsələn, bu dağlar mövzusuda oxuyursan, hə? Məsələn, xəritədə tapdın ki, tutaq ki, bu Atlas dağıdır. Sadəcə bunun zirvəsini əzbərləmə. Fikirləş ki, bu Atlas dağı hansı işıqlanma qurşağına düşür, bu Atlas dağlarının olduğu ərazidə hansı iqlim qurşağı yayılıb, hansı təbii zonalar yayılıb bunun ətəklərində və yaxud da bunun olduğu ərazilərdə hansı dövlətlər yerləşir. Yəni xəritələri bir-biri ilə inteqrativ şəkildə öyrənin. Çünki coğrafiyada xəritələr çoxdur. Siz fiziki xəritəyə də baxırsınız, iqlim xəritəsinə də, siyasi xəritəyə də, geoloji xəritəyə də. Bunları bir-birinə uyğunlaşdırın. Məsələn, sən baxırsan ki, tutaq ki, bu Labrador yarımadasıdır. Xəritədə bunun yerini öyrəndin, yarımada olaraq. Eyni şəkildə bax ki, burada hansı suxurlar yayılır, burada hansı iqlim qurşağı yayılır, hansı işıqlanma qurşağıdır, dövlət olaraq hansı dövlətin ərazisinə düşür, sahilindən hansı cəryan keçir. Yəni siz çalışın ki, dərslikdən kənara qaçmayın. Yəni kənar xırdaçı internet məlumatlarını gedib əzbərləməyin. Sadəcə dərslikdəki, xəritədəki məlumatı geniş, ətraflı və mükəmməl şəkildə öyrənin. Və hər zaman da öyrənərkən özünüz üçün belə bir testiniz olsun ki, mən bu mövzunu hazırda kiməsə izah edə bilərəmmi? Yəni bax, özünüz üçün bir meyarınız olsun. Bir mövzunu öyrənəndə özünüz üçün meyar qoyun ki, mən bu mövzunu elə şəkildə öyrənməliyəm ki, bu gün məsələn mən tutalım ki, çaylar mövzusunu öyrənim, Azərbaycanın çaylarını. Mən Azərbaycanın çaylarını bugün elə öyrənməliyəm ki, təsəvvür eləməliyəm ki, qabağımda bir insan var, şagird var, yetkin şəxs var, fərqi yoxdur. Mən ona bu mövzunu izah edəcəm və mən o qədər mükəmməl öyrənməliyəm mövzunu ki, ona mövzunu izah edeyim. Demirəm ki, məsələn, orada hansısa çayın qolları var, heç yerdə yoxdur, Wikipediadan tapıb onu əzbərliyim, yox. Dərslikdə, xəritədə nə qədər varsa, sadəcə onu mükəmməl olaraq bu çay hardan keçir, hansı fiziki coğrafi rayondan keçir, hansı iqlim tiplərindən keçir, bunun qidalanması nədir? Yəni mükəmməl olaraq, əlaqə quraraq bunu öyrənməyə çalışın. Və siz bu formada mükəmməl olduğu öyrəndikcə, bu təkcə xəritə mövzularına aid deyil, məsələləri də mükəmməl olaraq öyrənməlisiniz. Məsələ öyrənmək dediyim, durub düsturu əzbərləyib sadəcə yerinə qoyub hesablamaq deyil. Bu məsələ öyrənmək deyil. Məsələni siz günəşin düşmə bucağının düsturunu bilə bilərsiniz. Amma siz günəşin düşmə bucağını həndəsi olaraq, məntiq olaraq başa düşməlisiniz. Ki, o imtahanda sual dəyişəndə siz onun düsturda dəyişmək çətin ola bilər, amma məntiq olaraq onu tutmusunuzsa siz mahiyyəti, siz o sualı yaza biləcəksiniz. Və yaxud da nəzəri hissələr olsun. Nəzəri hissələr dediyim kimi bir-birinə əlaqəli şəkildə, mükəmməl şəkildə dərsliyi cümləsinə həm əzbər, həm də başa düşərək. O Edgar Day'nin piramidasına var deyə ən yüksək səviyyə nə idi? Başqasına öyrətmək. Yəni başqasına öyrədə biləcəyiniz səviyyədə mövzuları öyrənməlisiniz. Və bunları etdiyiniz müddətcə nəticəniz əla da olacaq, yüksək də olacaq. İstədiyiniz nəticəni də inşallah ki, əldə edə biləcəksiniz. Sadəcə əzmli olmaq lazımdır, zəif olmaq, tez qırılmamaq lazımdır. Yorula bilərsiniz, bezə bilərsiniz, nə bilim, hansı sualın üstündə bəlkə ağlaya da bilərsiniz, bilmirəm, yəni o psixoloji vəziyyətdən asılı. Amma toparlanıb, yenidən hazırlanıb, mütləq formada çalışıb bacarmaq lazımdır. Əgər həqiqətən müəllim olmaq istəyirsinizsə, bu sizin məqsədinizdə varsa, bunu eləmək lazımdır. Düzdür. İnsana həyat bir dəfə verilir və istənilən imtahandan daha üstündür sizin həyatınız. Ona görə də mən demirəm ki, sadəcə imtahana görə həyatınızı qaraldın. Xeyr, təbii ki, həyatınız, öz şəxsiniz hər zaman daha üstdədir. Sadəcə qabağınıza bir məqsəd qoymusunuzsa bu imtahan üçün, əzmlə çalışın və inşallah ki, hər şey də yaxşı olacaq. Ümid edirəm ki, bu video sizə müəyyən formada kömək olur. Sağ olun, Allah'a emanet.